Ukrayna ərazi yüzləşinə getməyəcək. Bunu artıq Zelenski də bəyan edib və onların konstitusiyası da buna imkan vermir. Və buna görə də Putin müharibəni davam etdirmək istəyir. Eyni zamanda həmin orada maddələrdə Ukraynanın təhlükəsi ilə bağlı məsələ də hələlik öz həllini tapmayıb. Yəni buna Amerika birbaşa özü təminat verməlidir. Bunun da haqda da hələlik heç nə razılığa gəlinməyib. Eyni zamanda orada digər Avropa ölkələrinin də bu danışıqlarda iştirak məsələsi onlar çıxarılıb hesab edirəm ki, ancaq Zelenski ilə dünənləri Londonda Kirstarmer ilə görüşdü, Macronla görüşdü, Merkel'lə görüşdü və onlar Trump'a yeni sənədlər hazırlayırlar. Ancaq görünən odur ki, bu sülh müqaviləsinin çox maddələri... Düşünürsünüz ki, bu ixtisarları Ukrayna özü yox da Avropa ilə bərabər aparır, eləmi? Bəli. Avropa aparır və artıq bunlar da müəyyən işlərdən nail olublar bunlara. Ancaq buna indi Ukraynanın hazırladığı, Ukrayna razılıq verdiyi maddələr Rusiya razılıq verəcəkmi? Putin buna razı olacaqmı? Hesab edirəm ki, yox. Çünki elə Uyutko və Kushnerlə Moskvada görüşən Putin əvvəlcə onu deyim ki, onları 3 saat gözlətdi. Sonra da 5 saat danışıqlar apardı və müharibənin dayandırılmayacağı haqqında da qəti əminlik yaranır. Çünki Putin artıq bildirir ki, onlar daha güclüdürlər, onlar müharibə yoluna daha böyük ərazilər əldə edə bilərlər. Əgər bugün Ukrayna, Donetskin qalan 20%-ni Ukrayna deməli döyüşsüz Rusiya vermirsə, onlar bu zaman onu döyüş yoluna alacaqlar. Hətta Avropanı da təhdid etdi Putin öz çıxışında. Bildirdi ki, Avropa Rusiya ilə müharibə hazırsa, biz indi bu saatdan hazırıq. Yəni Putin necə deyirlər, Trump'ın dəstəyi ilə artıq dünya meydan oxuyur.